Deməli, order flow-un ikinci hissəsinin çox vacib dərsidir bu, absorption exhaustion. Bu haqda düzdür, əvvəlcədən yenə dərslərdə danışırdım YouTube-da, amma bu dərsdə yenidən sıfırdan başa düşəcəksiniz. Əslində absorption exhaustion nədir, arxasına yatan səbəb nədir? Və demək olar ki, əsas quantitative order flow-da, yəni Hərras teoremində yox, yəni volume profillərdə işləməkdə yox, ən vacib olan şeydir. Yəni sırf footprintdə istifadə edəndə baxanda elə demək olar əsas istifadə məqsədidir. Yəni siz görəcəksiniz showmenlər, 50 dənə qrafik var, 50 dənə şey düzülüb, nə bilim. Amma ki biləcəksiniz ki, nəticədə yetişdikcə bunların hamısının demək olar məqsədi, ən əsas məqsədi axını izləyəndə absorptionları müəyyən etməkdir. Və bir də bundan sonra göstərəcəyim dərslər eyni zamanda da demək olar absorptionu başa düşəndən sonra o anlayışlardır sadəcə, fərqli adlarıdır, onu da başa düşəcəksiniz. Icebergdir və s. Get-gedə yerinə oturacaq. Deməli, birinci başa düşək ki, məsələn, absorption nədir? Hər hansı böyük həcm icra etdiklərinə rəğmən, xeyli likvidlik istehlak olunmasına rəğmən qiymət bir nöqtədən sonra hərəkət etmir. Yəni, məsələn, deyək ki, qiymət yuxarıya doğru əvvəl hərəkət edirdi burada. Bir yerə qədər gəldi. Bura çatandan sonra birdən-birə böyük alış həcminin girdiyini görürük. Bu arada footprintlə bağlı 8-ci dərsdə danışmışam. Ona baxıbsızsa, indi başa düşəcəksiniz. Baxmayıbsızsa, yaxşı yadınızda deyilsə, ona bir daha baxın. Deməli, qiymət yuxarıya doğru gəlirdi. Amma burada nə baş verdi? Burada bir yerdə ilişməyə başladı. Yəni, və yaxud da ilişməyə başlamadı. Ola bilər ki, necəsə də indi. Bu yerdə candle bura kimi gəldi, deyək ki, necəsə. Həmin yerdə alış əmri böyük girir. Qarşı tərəfdə satış həcmi az girdiyinə rəğmən, gələn alış həcmi qiyməti yuxarı çəkə bilmir. Alıcılar bircə damcı təsir edən kimi qiymətə təsir edirlər aşağıya doğru. Amma burada girən alış həcmi, məsələn, getdirə bilmir. Bu nə deməkdir? Qiymət, yəni burada girilən alış həcmi qarşı tərəfdə bir pasiv satış likvidliyi ilə qarşılaşıb. Yəni bir növ belə başa düşün ki, orada böyük satış likvidliyi var. Buradakı aqressiv alıcıların əmrləri gedir, oradakı satış likvidliyini doldurur və qiymət bir yerdə ilişir. Orada o qədər çox əmr olur ki, alıcıların verdiyi bütün əmrlər gedir onları doldurur, onun üstünə keçə bilmir. Onları doldurub bitirənə qədər də onun üstünə keçə bilməz qiymət. Yəni likvidlik, yəni market mexanikası bunlardan izah elədiyim kimi bilirsiniz, qiymət niyə hərəkət edir? Market əmrləri, pasiv əmrləri doldurur, o doldurandan sonra növbəti qiymətə keçir. Amma burada keçə bilmir, çünki orada çoxdur. Bunlar absorptiondur. Absorption tərcüməsi nədir bizim dildə? Sorulma. Yəni buradakı aqressiv alıcıların hamısı sorulur. Bir növ belə başa düşün, absorb olunur. Və yaxud da əks tərəfdə də satış tərəfi var. Deyək ki, qiymət düşür və yaxud da necəsə candle düşür. Amma bir tərəfdə görürük ki, Şamda böyük həcm icra olunur, satış həcmi icra olunur, gəlir. Amma nəticədə qiymət daha çox aşağı hərəkət etdirə bilmirlər. Girən bütün satış həcmi bir nöqtədə yığılmağa başlayır. Amma ondan aşağı çox təsir edə bilmirlər. Bir balaca alıcı gələn kimi yuxarıya qaldırır, təsir edə bilir. Amma ki, satıcıların həcmlərinin hamısı sorulur. Bütün satış əmrləri sorulur. Kim tərəfindən? Pasiv alış limit əmrləri tərəfindən. İç dərslərdə bu haqda danışmışam. İndi onlardan çox danışmayacağam ki, dərsin vaxtı uzanmasın. Market mexanikasında əmrlər necə doldurur bir-birini orada danışmışam. Diqqətlə qulaq asıbsınızsa, indi bunu başa düşəcəksiniz. Exhaustion nədir bəs? İndi absorption haqqında nümunələrə baxarıq qrafikdə. İkisi haqqında da baxarıq. Exhaustion nədir? Qiymətin hərəkəti baş verdiyi halda onu dəstəkləyən həcm izlənilmir. Yəni belə başa düşün. Qiymət bir tərəfə doğru hərəkət edir, Amma nəticədə bir növ o hərəkəti dəstəkləyən bir həcm yoxdur. Hərəkət gedir, amma onu dəstəkləyən həcm yoxdur. Boşdadır sanki hərəkət. Bir növ bu artıq qiymətin yorğunlaşdığı və eyni zamanda exhaustion nə ilə müəyyən oluna bilər? Məsələn, deyək ki, qiymət hərəkət edir yuxarıya doğru. Amma bu yuxarıya doğru hərəkətdə həm alıcılar, həm satıcılar paralel iştirak edib. Yəni, alış daha çox deyil ki, bu qiymətin arxasındakı qalxış daha səbəbli olsun. Hər ikisi bir-birinə yaxındır. Cumulative volume deltada bunu başa düşəcəksiniz.
Yəni bu bir növ həcmin bir nöqtədən sonra artıq azalmasıdır. Böyük hərəkət baş verir, amma onu arxadan izləyən həcmin olmamasına exhaustion. Exhaustion'un başqa bir tərcüməsi bizim dildə yorulma deməkdir. Tükənmə deməkdir. Bir növ hərəkət baş verir, amma həcm tükənib. Yəni arxasında səbəb olan hərəkət deyil, keçərsiz hərəkətdir. Absorption'da isə həcm gəlir, amma qiymət hərəkət eləmir. Çünki aqressiv market əmrləri qarşı tərəfdə sorulur. Absorption exhaustion-u belə footprintdən görmək olar bu yolla. Məsələn görürsüz footprintdə yuxarıya məsələn hərəkət gedir. Amma məsəl üçün burada həcm çoxdur, amma get-gedə icra olunmuş həcm azalır. Qiymət yuxarıya hərəkət edir hər iki halda da. Burada da yuxarıya hərəkət edib, burada da. Amma ki burada icra olunan həcm çox azdır. Böyük yenə hərəkət eləməyinə rəğmən icra olunan həcm azalır. Məsələn burada düşür. Burada həcmi çox icra olunurdu. Yenə düşürdü, amma burada yenə düşür, amma ki həcm icra olunan həcm azalmağa başlayıb. Bu da eyni zamanda qiymətdə yorğunluğun əlamətləridir. Bəs yaxşı, cumulative deltada bunu necə müəyyən etmək olar? Cumulative deltada belə şeylər var. Bunlar biraz sadələşdirilmiş formasıdır. Yəni absorption exhaustion-u başa düşməyin. Məsələn deyək ki, qiymət qrafikində qiymət bir dənə daha aşağı şey yaratdı. Necə deyim, high yaratdı, amma həmin yerdə CVD qrafikində daha çox qiymətin qalxdığı görülür. Yəni aralarında bir növ divergence var, bir növ uyğunsuzlaşma var. Yəni hər ikisi eyni deyil. Yəni qiymət də belə buranı qırıb, CVD də qırıb elə görünmür. Yəni qırıb indi lower dildə deyirəm, başa düşəsiniz. Məsələn başqa bir nümunədə qiymət daha aşağıya gəlməyib, amma CVD gəlib. Absorption nə idi dedik? Böyük həcm icra olunur. Amma ki qiymətə təsir eləyə bilmir bu böyük həcm. Burada isə cumulative volume delta nədir? Yəni hər şamda baş vermiş deltaları toplayır. Yəni hər şamda baş vermiş alış və satış əmrlərinin fərqini toplayır. Əgər ki həcm artırsa bu nə deməkdir? Cumulative volume delta da artır. Yəni alış həcmi birdən-birə aqressiv artır. Cumulative volume deltada da bu üstünə gəlinir. Görürsüz? Yəni qiymət artır, cumulative volume deltada da bu üstünə gəlinir. Yığılan həcm deltasında. Alıcı həcmi artır. Yenə deyirəm, alıcı həcmi artır. Alıcı deltası da deməli artır. Alıcı deltası artırsa, alış cumulative volume delta artır. Amma qiymət bunu niyə dəstəkləmir? Qiymət niyə buradan o tərəfə ilişib? Qiymət burada ilişir, çünki burada alıcıların verdiyi bütün əmrlər nəticədə gedib də satış likvidliyi tərəfindən sorulur. Qiymət tərpənmir. Nəticədə görürük ki, çoxlu alış həcmi icra olunub, amma qiyməti tərpədə bilməyiblər. Cumulative volume delta artması gərəkdiyi kimi artıb, alış həcminin çox icra olunması ilə bərabər, amma qiymətə təsir edə bilməyiblər. Və eyni zamanda da short tərəfdə qiymət gəlir, buralarda ilişir. Niyə? Verilən bütün satış əmrlərinin hamısı gedir qarşı tərəfdəki alış likvidliyi tərəfindən sorulur. Görürük ki, nəticədə çox yüksək satış əmrləri icra olunur, cumulative volume delta düşməyə davam edib, amma qiymət düşə bilməyib. Yəni nə? Satış deltası çox olub, düşməyə davam edib, amma satış çox olmasına rəğmən verilən bütün satış əmrləri burada sorulub. Bu da eyni zamanda, yəni bu iki şey, bunlar absorption-da, altda qeyd edəmişəm. Exhaustion-da necədir? Exhaustion-da qiymətin hərəkətini həcm dəstəkləməməsidir. Qiymət məsəl üçün burada yüksək hərəkət edib, bu hayı gəlib keçib. Amma nə dedik yorğunçuluqda, exhaustion-da? Yəni qiymətin hərəkətini dəstəkləyən həcm olmur orada. Yəni bu qiymət buranı belə gəlib yarıb keçibsə nə gözləyərdik? Alış həcmi çox olsun, alış deltası çox olsun, icra olunmuş həcm çox olduğuna görə də cumulative volume deltada eyni zamanda artmağa davam edəsin. Amma bu baş vermir. Yəni həcmin dəyişkənliyi də eyni zamanda qiymətin qalxmağına kömək olmur. Yəni volume deltalar, həcm deltalarını toplayanda əldə edilməsi gərəkli olan şey bu idi. Yəni çünki niyə qiymət də qalxır? Eyni zamanda orada icra olunan həcm də qalxmalıdır. Amma qiymətin qalxışını arxadan dəstəkləyən həcm yoxdur. Və yaxud da qiymət qalxıb, nəticədə gözləyərik ki, alıcılar daha çox olsun da. Amma ki, alıcı ilə satıcı bir-birinə yaxın olanda bu qalxışda, onların fərqi sıfıra daha da yaxınlaşır. Yəni təsəvvür edin 100 dənə alış əmri var, 50 dənə satış əmri var. Delta oldu 50.
Amma indi fikirləş ki, 100 dənə alış əmri var, 100 dənə də satış əmri var. Delta oldu 0. Bu delta sıfırları da üst-üstə gələndə cumulative value delta, yəni irəliləmir. Bu da eyni zamanda yorğunluq deməkdir. Qiymətdə yəni yorğunluq var. Yəni qalxışı dəstəkləyən alış həcmi yoxdur arxada və yaxud da ümumiyyətlə həcm yoxdur ki, bu qalxışı dəstəkləsin və yaxud da bu düşüşü dəstəkləyən. Qiymətdə düşüş var, amma həcmdə, yəni onu dəstəkləyən həcm icra olunmayıb. Burada da eyni zamanda CVD qrafikində, yəni belə görürük. Yəni bunları bir yerə qeyd edə bilərsiniz. Yəni o qədər də əzbər bir şey deyil. Əsas o da arxasında yatan sayı başa düşdünüzsə. Onu qeyd edeyim ki, biz bunu ən çox order flow-a, yəni birinci giriş elədiyim, öyrətdiyim vaxtlardan, yəni cumulative value delta çox aktiv istifadə elədiyim bir tool idi. Amma hal-hazırda o qədər də aktiv istifadə eləmirəm. Çünki indiki kontekstlərimdə o qədər də böyük bir rolu yoxdur. Amma məsələn burada belə, yəni ki, bundan birazcık qrafikdə baxaq, bu sırf absorption məsələsinə. Məsəl üçün, baxın, qiymət burada, görürsünüz bu hissə, qiymət burada, daha doğrusu bunu mən stop run dərsində izah edərəm. Bu çünki absorptionla stop run'ın bir-birinə birazcık oxşarlığı var. Əslində belə deyim ki, ona görə də ki, onu öz dərsində, öz yerində izah edərəm. Ona görə burada başqa absorption nümunələrinə baxsaq daha yaxşı olar. Məsəl üçün bu hissəyə baxsanız nə görürsünüz? Bu hissədə fikir verin, buradakı bir neçə bunlar scalplar üçün məsəl üçün hələ ki imkan kimi görünə bilər, amma eyni zamanda böyük time frame-də də absorption-a və s. baxıb ideya qazandırmaq olar. Burada candle-ın, şamın bu hissəsinə fikir verin. Yəni baxın bu yuxarı hissəsinə. Görürsüz, şamın yuxarı hissəsində aqressiv alıcıların çox girib, qarşı tərəfdə çox az satıcı olmağına rəğmən qiyməti bu qədər aqressiv alış əmri yuxarıya daşıya bilməyib. Bu nə deməkdir? Onların absorb olunduğu, yəni burada bir satış likvidliyi tərəfindən absorb olunduğu deməkdir. Amma görürsüz ki, sonra qiymət məsələn aşağı düşür. Aşağı düşəndə nə baş verir? Burada böyük satış həcmi gəlir. Alış həcmindən qat-qat çoxdur. Amma ki, qiymət aşağıya davam eləmir. Bir damcı alıcıların gəlməsi ilə bərabər yuxarıya davam edir. Bu da eyni zamanda buradakı satıcıların absorb olunması deməkdir. Yəni buna belə qrafikdə sadəcə belə footprint, ona görə deyirəm ki, istifadə eləmək olmaz. Çünki hər yerdə hər şey görmək olar. Hər yerdə hər şey tapmaq olar. Ona görə də ki, value profile və Hərrac teoremini dərindən dərk etmək lazımdır. Ondan sonra bəli, siz footprintdə ideya qazandıra bilər ki, girişlərdən əvvəl nə qərar verə bilərsiniz, nəyi harda edə bilərsiniz. Amma ondan əvvəl biraz təhlükəlidir. Sırf footprint əsasən baxıb da qərar vermək. Bunları indi öyrədirəm, order flow 2 düzdür mövzusudur. Amma ki, sırf buna əsasən baxıb qərar vermək təhlükəlidir. Bir növ bir kontekstiniz olmalıdır. İndi burada bir dəqiqəlikdə mən tik seçmişəm. Yəni tik göstərən, yəni daha doğrusu 2 tiklə bir göstərən. Başqa məsəl üçün bəzi şeylər var burada, növbəti dərslərə saxlayıram. Növbəti dərslərdən bir hissəsində onları da izah edəcəm. Məsəl üçün baxın bu hissəyə. Deməli bu hissədə görürsüz, baxın bu göstərdiyim yerdə. Bu hissədə satış həcmi gəlib. Amma satış həcmi qiyməti aşağı darta bilməyib. Burada ucuz nöqtədə gələn satış həcmi. Və həmin yerdən sonra bir müddət də baxırsınız ki, hətta bu şamda belə satış həcmi gəlib burada ilişib, tələyə düşüblər. Alış həcmindən satış həcmi buralarda 2 dəfə çoxdur. Amma heç birində qiyməti aşağı, oradakı likvidliyi istehlak edib qiyməti aşağı çəkə bilməyiblər. Niyə? Çünki burada verilən bütün satış əmrləri qarşı tərəfdə gedib də alış limit əmrlərini doldurub və alış limit pasiv likvidlik olmayıb ki, satıcılar onları doldursun da onun altına keçsin qiymət. Yəni bir növ onlar burada ilişirlər. Tələyə düşmüşlər və s. bunlara verilən fərqlatlar növbəti dərslərdə onları izah edəcəm. Əsas kök absorptionu başa düşsəz, onları başa düşmək asandır. Ondan sonra görürsünüz qiymət yuxarıya doğru davam edir. Birazdan cumulative value delta üstündə də biraz nümunələrə baxaq. Məsəl üçün buraya baxın. Burada nə görürsünüz? Qiymət bu şamın başına fikir verin. Şamın başında alış əmrləri görürük. Hansı alış əmrləri ki, alış tərəfə baxın. Bunlar gedib də qarşı tərəfdəki satış likvidliyi ilə üzləşiblər və ondan çox qiyməti yuxarıya hərəkət etdirə bilməyiblər. Burada ilişib qalıblar. Yəni burada verilən bütün alış əmrləri burada ilişir qalır, təsir edə bilmirlər. Amma görürsünüz, bircə damcı satış
baskısı gələn kimi candle necə iynə ilə aşağı salmağa qadir olur. Buradakılar isə absorb olunub sorulmuş olduğu sayılır və qiymət ondan sonra çox sürətlə aşağıya doğru davam edir. Bunları indi belə böyüdüb izah eləyirəm, yenə deyirəm. Həmin anda orada o qərarı verməkdən ötürü sizə fərqli confluence'lar, şeylər lazımdır, filtrlər lazımdır. Məsəl üçün bura baxın. Burada şamın ayağına baxın. Bu hissədə satış həcmi çoxdur. Məsələn 62, 68 bunlar təqribləşdirilmiş rəqəmlərdir, tick value-dur. Amma qarşı tərəfdə onu eləyən alıcılar olmamasına rəğmən buradakı satıcılar qiyməti darta bilmirlər aşağı. Çünki niyə? Pasiv alış likvidliyi ilə kəsişiblər və qiymətə biraz da alış aktivliyi gələn kimi təsir edir və heç bir yerdə satıcılar aşağı darta bilmirlər yenidən qiyməti. Ancaq sorula qiymət daha da yuxarıya davam edir. Bunu footprint tərəfindən absorption, exhaustion məsələsini biraz ideya qazandırdıq. İndi gəlin bir dənə cumulative volume delta tərəfdən bu absorption məsələsinə baxaq, bir də exhaustion. Məsəl üçün baxın bu hissəyə. Burada nə görürsünüz? Qiymət gəlib də buradakı lova çatıb. Baxın görürsünüz burada. Bu hissəyə fikir verin. Amma həmin yerdə cumulative volume deltaya baxsaz, görərsiniz ki, gəlməyib bura kimi. Bu nə deməkdir? Exhaustion deməkdir. Qiymət böyük hərəkət edir, amma həmin hərəkəti dəstəkləyən həcm yoxdur. Qiymətdə yorğunluq deməkdir və ya bu düşüşü dəstəkləyən satıcı olduğu kimi paraleldə alıcılar da çoxdur. Yəni bu düşüş sağlam düşüş deyil. Arxa tərəfdə alış əmri də çoxdur deyə delta sıfıra yaxınlaşıb. Deltada qiymətlə paralel aşağıya doğru hərəkət etməyib və bu da nəticə verir. Bura çatandan sonra qiymət dayanmadan yuxarıya doğru artmağa gedir. Məsəl üçün başqa hissələrə baxsaq, sırf absorption nümunəsi görüm tapıramı burada. Gəlin bunu bir dənə biraz daha kənardan baxaq. Absorption nümunəsində necə olur? Absorptionda qiymət həmin yerə çatmır. Amma həcm həmin yeri yarıb keçir. Bir növ belə başa düşün ki. Burada bir dənə nümunə tapdım. Deməli, bura baxa bilərsiniz. Qiymət, burada fikir verin. Burada heç bura çatmır qiymət. Baxın, qiymət burada yuxarıda qalır, aşağıya düşmür. Amma həmin hissədə cumulative volume deltaya baxsaz, görürsünüz ki, o həmin lovdan da aşağıya düşüb. Baxın belə. Bu nə deməkdir? Həmin hissədə satış həcmi çox gəlir. Satış həcmi çoxdur, amma ki, onlar qiyməti aşağı hərəkət etdirə bilmir. Amma bilməməsi onların orada olmaması demək deyil. Onların orada absorb olunması, sorulması deməkdir. Yəni burada verilən bütün satış həcmi qarşı tərəf tərəfindən sorulur. Footprint tərəfdən baxsaz, baxın bu hissədə. Buradakı satış həcmi aşağıya qiymət düşdükcə. Burada görürsünüz, burada satış nə olsun 7-dir, burada bircə dənə alış həcmi görünür. Yəni satış tərəf alış tərəfə nisbətən qat-qat çoxdur. Cumulative volume deltada onu görünür. Yəni həcm çox icra olunub, amma qiymətə o qədər də çox təsir edə bilməyib. Ondan sonra nə baş verir? Qiymət özünü yuxarıya atır. Daha da yuxarıya atır. Sonra məsələn biraz daha bu hissələrə baxsaq, yəni belə buralarda çox nümunə tapmaq olar. İndi bəzilərini məsəl üçün bu hissədə də var. Biraz da burada qiymət daha aşağıya, yəni qiymət burada qalır, bu lovdan aşağıya düşə bilmir. Cumulative volume delta amma düşməyə davam edir. Biraz daha sərgəli bölgələr tapsaydım, daha volatil yerlərdə daha çox nümunələr göstərərdim. Amma siz bu nümunələri özünüz də, yəni qrafikdə tapa bilərsiniz, baxa bilərsiniz. Şərt deyil ki, yəni mən göstərim sırf. Yəni baxsanız kifayət qədər çox, yəni 2 nümunə var. Özünüz ideya qazandıra bilərsiniz ki, mən bunu necə istifadə edə bilərəm. Mən məsəl üçün birini dedim. Mən həmin yerdə manipulyasiya ilə bir yerdə istifadə edirdim, baxırdım. Yəni sırf nəyəsə görə qərar vermək olmaz. Həmin şey bir növ necə deyim, bir kontekst olmalıdır, filtrlənməlidir. Bilməlisən ki, hansı halda məsəl üçün ona baxarsan. Məsəl üçün bu hissəyə baxın. Burada nə görürsünüz? Qiymət yuxarıya doğru buralarda bu qədər düşə bilmir
Bir də bu hissəyə baxın. Buradan bura. Amma həmin yerdəki cumulative value deltaya baxsaz, yəni CVD-yə. Baxın, buradan buraya qədər düşüş edir. Yəni, baxın, buradakı bu low var, bax, buradakı low. Ondan da aşağıya düşə bilir. Bu nə deməkdir? Burada satış həcmi çox gəlir. Amma satış həcminin çox gəlməsinə rəğmən bu zonada qiymətin hərəkəti o satış həcmini dəstəkləmir. Yəni, buradakı satıcılar get-gedə sorulur. Ola bilər, iceberglə qarşılaşıb, yəni qarşı dərslərdə iceberglə və s. bağlı öyrənəcəksiniz. Ola bilər, yəni çox səbəb saymaq olar. Amma bunlar burada ilişir. Qiymət aşağıya düşməyə davam edir. Bunlar burada ilişir. Burada görürük ki, cumulative value deltada nə görürük? Cumulative CVD düşdüyü halda həcm onu yəni qiymət onu dəstəkləməyib. Bu isə absorptiondur. Exhaustionda isə tam əksinədir. Yəni təkrar olmasın ümumiyyətlə. Exhaustionda da yəni burada gördüyünüz nümunədəki kimi. İndi ola bilər bu şam sizə qarışıq gəlir. Nadir şama çevirim. Baxın bu hissədə nə baş verir? Qiymət qalxır. Buradakı hayi keçir o tərəfə. Amma həmin yerdə onun qalxışını dəstəkləyən həcm yoxdur. Bu isə yorğunluq, yəni exhaustion deməkdir. Yəni aralarında bir uyumsuzluq var. Ondan sonra isə düşməyə davam edir. Yəni bunu sırf Azərbaycanda ilk öncədən də mənəm, nəinki Azərbaycanda, eyni zamanda yəni Azərbaycan, Türkiyə və yaxud da yəni bu zonalar olsun, yəni bizim yəni necə deyim, ümumi bizim treyderlərlə çox baxdığı media olsun. Ən birinci bu haqda öyrədən mənəm, sırf cumulative value delta. Və mən bunu, yəni sırf bu anlayışı qazandırdıqdan sonra bunun sonradan dərsləri də xeyli çəkildi, bunun istifadəçiləri də get-gedə artdı. Amma bu anlayışı ilk, yəni ki bu şeydə əsas yayan, əsas fiqurlardan biri mənəm. Biri mənəm deyəndə də ilki mənəm. Çünki bilirsiniz necədir? Bir vaxtlar var idi ki, Azərbaycanda order flow-un heç ümumiyyətlə nə olduğunu, cumulative value delta nədir, ümumiyyətlə delta filan nədir, value nədir, bunların belə nə olduğunu bilmirdilər. Bunların belə nə ifadə edə biləcəyini belə bilmirdilər. Heç onu belə bilmirdilər ki, mən bunları öyrənə bilərəm, bunları öyrənmək istəyim. Onların tək bildikləri və tək bildiklərindən əlavə, eyni zamanda onların da günahı deyildi. Onlar da aldadılırdı. Onlar da ki, elə bilirdi ki, doğru yol budur. Onlar da elə bilirdi ki, işləyən şey budur, marketin gerçəyi budur. Amma halbuki onlar çox aldadırlar. Və bilirsinizmi niyə? Elə bir cəmiyyətdə isə düzgünü öyrətmək çətindir. Necə ki, tarix boyunca kimlərsə insanları düzgün yola çəkməyə çalışanda onu pisləyiblər, onu daşlayıblar. Baxın, həmin o daşlanma ilə mən də üzləşmişəm. Zamanı ilə həmin daşlanma ilə mən də üzləşmişəm. Amma indi hazırda məni daşlayanlar mənim dediklərimlə işləyirlər. Bu isə nə deməkdir? Ən çox vaxtı ilə haqqına girilən bizlərik. Və burada da eyni zamanda da absorption nümunəsi də var. Baxın, qiymət bu hissədə, bunu silin baş qarşılığı olmasın, exhaustion başa düşdünüz. Qiymət bu hissədə bura qədər düşüb, amma həmin yerə baxsaz, cumulative value delta daha da aşağıya düşüb. Bu nə deməkdir? Həmin hissədə daha çox satış həcmi icra olunub. Bəs yaxşı, daha çox satış həcmi icra olunub. Niyə qiymət aşağıya düşməyib? Çünki həmin satıcılar sorulub. Qarşı tərəfdən alış limitləri tərəfindən sorulub. Onlar təsir edə bilməyiblər. Və həmin yerə məsələn footprintdə ümumi bir göz açsaq nə görərik? Baxın, düşündüyümüz kimi bu hissələrdə girilən satış əmrləri burada, bunların hamısını toplayanda, həmçində məsələn buradan başlayaraq, hamısını toplayanda satış həcmi çoxdur ki, cumulative value delta get-gedə düşür. Yəni bu zonada, burada qiymət yerində sayanda, zorlananda, düşəndə, düşməyə güc göstərəndə satış həcmi deməli alış həcmindən hər dəfəsində çox uymuş ki, cumulative value delta da eyni zamanda düşməyə davam edib. Amma ki, görürük ki, buradakı low-dan aşağıya keçib bu, daha çox satış həcmi icra olunub, amma onlar təsir edə bilməyiblər. Yəni, qarşı tərəfdə alış likvidliyi tərəfindən sorulub, buradakı satışların verildiyi satış market həcmləri. Və burada isə
Burada isə qiymətin qalxışını dəstəkləyən həcm yoxdur. Yəni bura boşdur. Fikir verin, bax burada qiymət qalxıb qalxmağına. Amma onu dəstəkləyən həcm yoxdur. Və həcm olsa belə burada qalxışı dəstəkləyəcək alış həcmi yoxdur. Yəni alışla satış əmrləri bir-birinə paralel olduğuna görə onları cəmləyəndə delta 0-a bərabər olur. Yəni buradakı qalxış belə, yəni bu nöqtədən sonrakı qalxış, baxın bu hissədəki. Yəni arxa fonu boşdur. Arxa fonu boş olduğuna görə də həcmi onu dəstəkləyən yüksək həcm onu izləmir bir növ. Yəni bunlar bir növ eyni zamanda şablon baxmamalısınız. Yenə bunu qeyd edirəm ha. Bunlara şablon baxmamalısınız. Bunların bir növ başqa bir şeylə bir yerdə baxmalısınız. Ya nə bilim, ola bilər ki, hərrac zonasının kənarıdır. Məsəl üçün baxın bu hissədə nə var? Elə əlimin altdaymış kimi göstərib. VWAP-ın birinci standart deviation'dır. Baxın buradakı xətt. VWAP dərsindən bildiyiniz kimi. Bu VWAP-ın özü də ortadakı, bu isə VWAP-ın yuxarı sərhəd, birinci standart deviation'ı. Məsələn, qiymət görürsünüz, bu hissədə düşüş eləyir. Bu hissədə düşüş var. Amma ki, həmin düşüş görürüz ki, arxa tərəfdən həcmi dəstəkləmir onu. Həcm dəstəkləmir onu. Yəni səbəbsiz bir düşüşdür. Və yaxud da həmin düşüşdə alıcılar onu paralelləşdirib, yəni satış həcminin çox olduğuna görə düşüş deyil, arxası boşdur. Bu da eyni zamanda qiymətin yorğunluğu deməkdir. Və bunlar arasında da bir növ uyumsuzluq deyirsiz başa düşən dildə və yaxud da bunlar arasında belə bir fərqlilik var. Biri düşəndə, biri ora qədər düşməyib. Yəni bayaq göstərdiyim cədvəldəki nədirsə odur. Yəni təpələr və çökəkliklər arasındakı şeylər, fərqlər. Məsələn, bu hissəyə baxsanız burada nə görürsünüz? Bunu da göstərim də absorption, exhaustion yekunlaşsın. Bu hissədə görürsünüz ki, qiymət bura qədər çatmayıb. Yəni qiymət buradakı haydan daha aşağıdadır. Amma həmin yerdə icra olunan həcmə baxsaq, görərik ki, həcm amma ki, cumulative volume delta daha da yuxarıya qalxıb. Yəni nə deməkdir? İcra olunan alış həcmi çoxdur, ona görə alış deltası çoxdur, ona görə cumulative volume delta qalxır. Bəs niyə qiymət qalxmır? Bəs qiymət həcmi niyə dəstəkləmir? Çünki alıcılar burada ilişiblər. Alıcıların verdiyi alış əmrləri qarşı tərəfdəki gedir, satış likvidliyini istehlak edir, satış limit əmrlərini istehlak edir və onun o tərəfinə keçə bilmirlər. Tələyə düşürlər və yaxud da sorulurlar. Nəticədə belə bir mənzərə yaranır. Məsələn, baxın bu hissəyə. Bu hissədə də maraqlı bir variant var. Gözləyin. Burada nə görürsünüz? Qiymət qalxır, eləmi? Bəs yaxşı, qiymət burada balaca az cıqqılı qalxır. Bəs bu qiymətin qalxışını dəstəkləyən həcm olmalıdır, olmalı deyil ki, biz bilək ki, bu qalxış səbəblidir. Varmı onu dəstəkləyən həcm? Yoxdur. Yəni, cumulative yığılan həcm deltası bunu dəstəkləmir. Bu eyni zamanda exhaustion deməkdir və ondan sonra da sərt düşüşlər olur. Yəni, bunlar bir növ məsəl üçün, ya bunların yanında eyni zamanda volume profile baxa bilərsiniz. Məsəl üçün, bu hissədə görərsiniz ki, məsələn, market açılandan sonra bu yerə qədər olan həcm dağılımda bu dəyər zonasının kənar sərhədidir. Hərras teoremindən bildiyiniz kimi dəyər zonasının kənar sərhədidir və hədəf götürülə biləcək potensial yer point of control-dur. Məsəl üçün, bu hissələr. Dəyər zonasının developing volume. Yəni o eyni zamanda həmin yerdə nə var? Dəyər zonasının kənarında baxın bu şey var. Yəni burada da absorption var idi. Cumulative deltada baxın, həmin yerdə həcm daha da çox artıb. Buradakı high qiymət keçməyib, amma CVD keçib. Və bu mənzərə ilə qarşılaşmışıq. Hər ikisində görürsünüz, bu dəyər zonasının kənar sərhədində baş verib və dəyər zonasının içinə doğru qayıdıb qiymət. Bu eyni zamanda nəyi dəstəkləyir? Qiymət balanslı bir range-dədir və VWAP, yəni Volume Weighted Average Price bu hissədədir. Yəni bu nə deməkdir? Qiymətin əslində burada yuxarıda olması gərəkən qiymət deyil. İcra olunan həcmə görə qiymət hazırda burada olmalıdır. Və elə də olur. Burada exhaustion, burada isə absorptiondan sonra qiymət olması gərəkən ədalətli yerlərə qayıdır. Nə bilim, indi xeyli izah elədim, üzdən keçdim. Sırf bir ideya yaransın sizdə absorption nədir? Çünki növbəti dərslərdə bunun fərqli, yəni absorption çox vacib məsələdir. O qədər çox vacib məsələdir ki, demək olar footprint
Amma footprinti qətiyyən kör-köranə düzün ortasında işlətmək olmaz. Ay nə bilim bu belə getdi, o elə getdi, böyüdəsiz, belə bir damcı eləyəsiz, baxasız, o olmaz qətiyyən. Footprinti gərək ki belə daha şey işlədəsiz. Daha səbəbli işlədəsiz, daha necə deyim, arxasında filtrlənmiş istədəsiz, müəyyən zonalarda baxasız, biləsiz ki, ancaq məsəl üçün mənə footprint burada lazımdır. Yəni mənə maraqlı deyil ki, məsəl üçün footprintdə burada nə baş verir? Çünki niyə? Bura point of controldur. Bura necə deyim, point of əvvəlki dərslərdən bildiyinizə yaxşı qulaq asıbsınızsa bilirsiniz ki, yenə deyirəm, dərsin üstündən keçməyin, yığdıra ilə o alınmır. Mən orada ola bilər bircə kəlmə söz deyərəm ki, o həyatınız boyunca sizə lazım olar. Həyatınız dəyişəcək bir cümlə olar. Ona diqqətlə qulaq asın. Bu 50 dənə dərsə diqqətlə qulaq asın. Bu 50 dənə dərsə sərf edədiyiniz zaman onsuz da keçib gedəcək. Onu başqa işlə məşğul olsanız da, onsuz da o zaman keçib gedəcək. Amma məsələ burasında ki, o zamandan sizə nə qalacaq? Point of controlda mənim nəyimə lazımdır? Burada footprint neyinir? Cəhənnəmə kim neyinir eləsin? Onsuz da çünki point of controlda bu zonada qiymət rotationaldır. Qiymətin ən qərarsız olduğu yerdir. Ən az keyfiyyətli qərar veriləcək yerdir. Point of controllar rotationaldır çünki qiymət. Amma kənarlarda mənim ideal bir şeyim var, bir anlayışım var ki, məsəl üçün bu hissədə mən qərar verə bilərəm, amma bu hissədə mən nə qərar verə bilərəm? Məsələn, dünənin point of controlu ilə, yəni əvvəlki günün point of controlu ilə hazırki günün value area high üst-üstə düşür, overlap edirsə, bəli, o zaman mənası var. O zaman mənası var, amma ona qədər mənası yoxdur. Sadəcə, məsəl üçün, overlap edirsə, overlap dərsindən bildiyiniz kimi. Məsəl üçün, deyək ki, belə bir variantdır. Diqqətlə qulaq asın. Burada deyək ki, əvvəlki günün profilidir. Əvvəlki günün burada belə bir profili var. Bu əvvəlki günün point of controldur. Belə də burada da bugünkü günün profili var. Bugünkü günün profili belədir. Və bugünkü günün value area high ilə dünənki günün point of controlu üst-üstə düşür. Bu zonanın çox güclü bir overlap zonası olduğu deməkdir və qiymət həmin yerə gələndə, məsələn, həmin yerdə absorption olsa çox rahat, məsəl üçün, reaksiya görür də özünü aşağı sürütləyir. Belə, ümumi, yəni bu dərslərdən sonraki dərslər də belə üzün göstərim. Unfinished options, stop runs-dır, trapped buyers, sellers'dır. Bunlar da demək olar absorption'ın kökü absorption'a bənzəyir. Tam olaraq absorption olmasa da, amma o anlayışları da eyni zamanda ayrı-ayrı öyrənməlisiniz. Yəni absorption'ı başa düşdünüzsə, rahat o birisləri başa düşmək çox asandır. Exhaustion-da vacibdir, amma absorption qədər yox. Exhaustion-ı adi şamlarda baxmaqdansa, cumulative və delta rahatdır. Adi şamlarda da baxmaq olar. Məsəl üçün necə? Deyək ki, məsəl üçün bu hissələrə baxaq, görək ki, həmin yerlərdə cumulative delta, yəni daha doğrusu şamlarda nə görürük? Məsəl üçün buraya baxın. Bu hissələrdə zəifləmə yoxdur. Yəni bu ümumi belə deyim ki, exhaustion-u footprintdə görmək olur, bəli, amma ki, hər yerdə yox. Məsəl üçün bu hissədə baxın, qiymət bir növ burada likvidliyə tələbat göstərmək istəmir. Gəlir, qayıdır. O qədər də çox həcm icra olunmur. Yəni bir növ şamın bir hissələrində artıq şamda icra olunan həcm azalır. Bir növ exhaustion-u belə başa düşə bilərsiniz. Və yaxud da belə başa düşə bilərsiniz ki, alış həcmi ilə satış həcmi bir-birinə paralelləşir. Qiyməti o qədər də keyfiyyətli hərəkət etdirə bilmirlər artıq. Belə başa düşə bilərsiniz. Yəni bir növ niyə? Delta. Delta nə olur? Delta nə vaxt kiçilir? Alışla satış bir-birinə yaxınlaşanda. Çünki nədir? Delta onların fərqidir. Bu da eyni zamanda qiymətin yorğunluğunun əlamətidir. Yəni iki cür belə baxa bilərsiniz qiymətin yorğunluğuna. Ya candle'lar həmin yerdə, indi burada keyfiyyətli candle'lar yoxdur, onu göstərə bilmirəm. Bugün özündə, çünki bayramdan qabaqdır deyə market çox vaxt burada bağlı oldu, çox yaxşı olmadı. Amma eləcə ümumi olaraq elə deyə bilərəm ki, candle'lar bir yerdən sonra zəifləyir. Yəni ondan üstünə çox da həcmə maraq göstərmir. Məsəl üçün baxın bu hissədə həcmə maraq göstərmirlər. Şamlar zəifləyir. Yəni burada göstərmişəm, bunu bir dəfə belə başa düşün kifayətdir.
Yəni qiymət orada dayanmır, bir növ sanki gəlir, qayıdır və orada likvidliyə tələbat göstərmir. Finish to unfinished auction dərsində bunu biraz daha rahat başa düşəcəksiniz. Amma exhaustion ümumi bilməyiniz bəllindən lazımdır. Qiymətin yorulmasıdır, hərəkəti dəstəkləyən həcm yoxdur və yaxud da deltanın kiçilməsidir. Yəni qiymət hərəkət eləyir, amma alıcılarla satıcılar bir-birinə bərabərdir. Yəni qiymət necə olur ki, artır, amma qiymət artmasına rəğmən orada eyni zamanda da eyni qədər satıcı var. Yəni bunlar necə olur ki, bir-birinə bərabərdir təxminən, amma qiymət artır. Deməli bu artım əslində o qədər də möhkəm artım deyil, çünki orada gizlənmiş satıcılar var. Ona görə də delta sıfıra yaxınlaşır, delta kiçilir. Bunlar bir-birinə yaxınlaşdığına görə. Və biz nəticədə nə görürük? Cumulative value deltada görürük ki, qiymət məsələn arta gedir, amma cumulative value deltada görürük ki, həmin artış olmur. Yəni aralarında bir növ fərqlilik olur. Aşağıda çəkib göstərdiyim kimi, baxın bu hissədə. Belə bu dərsdən bu qədər. Növbəti dərsdə görüşərik.